Uşaqlar, bugün keçirik Yaponiyanı və Şimali Qafqaz mövzularını. Yaponiya və Şimali Qafqaz mövzularını keçirik. Ümumiyyətlə, Yaponiya bu dövrdə, yəni 19-cu əsrdə Yaponiya qapalı ölkə idi. Yaponiyada ən əvvəldən imperator hakimiyyəti var idi. İmperator hakimiyyəti olsa da, bu hakimiyyət formal olaraq qalmışdı. Əsas hakimiyyət Syogunların əlində idi. Syogun nədir? Syogun ən yüksək vəzifəli, hərbi vəzifəli şəxsdir. Ən yüksək hərbi vəzifəli şəxsdir. Yəni, ölkədə formal hakimiyyət imperator əlində idi, amma faktiki hakimiyyət, bütün işləri idarə edir Syogun hakimiyyəti. Və Syogun hakimiyyəti də Yaponiyanı dünya dövlətlərindən təzyiq eləmişdir. Yaponiya qapalı bir ölkəyə çevrilmişdir. Heç bir ölkələrlə iqtisadi, siyasi və s. əməkdaşlıq qurmur. Ancaq bu əməkdaşlığı pozdu, bu qapalılığı pozdu ABŞ. 1854-cü ildə ABŞ-la sülh və dostluq haqqında bir müqavilə bağlandı. Müqaviləyə görə ABŞ Shimoda və Hokodate şəhərlərində deməli ticarət etmək, konsulluq açmağa hüquq aldı və Shimodada ABŞ konsulluğu, belə desək, fəaliyyət göstərməyə başlanmışdı. Bundan sonra Yaponiyada artıq idarəetmə biraz çətinləşmişdi, idarəetmə həddən artıq pisləşmişdi. Buna görə bunu görən o yüksək vəzifəli şəxslər, dövləti düşünən şəxslər 1867-68-ci illərdə Yaponiyada inqilab keçirirlər. Yaponiyada inqilab, burjua inqilabı baş verir. Beləliklə 15 yaşlı imperator Mitsuhito taxta çıxarılır. Və o, bundan sonra Syogun'u vəzifəsindən azad edir. Syogun, yəni o dövləti, faktiki olaraq idarə edən şəxsi vəzifəsindən azad edir. Onun bütün vəzifələrini alır əlindən. Kim idisə, hansı Syogun idisə. Və özü taxta çıxaraq artıq 68-ci ildən etibarən islahatlar keçirməyə başlayır. İmperator Mitsuhito'nun islahatlarına əsasən hərbi, inzibati, təhsil, iqtisadi, idarəetmə sahəsində islahatlar keçirilir. İnzibatidən deyək ki, Yaponiya ərazisi prefekturalara bölünür. Prefekturalar Yaponlarda ərazi bölgüsüdür. Əvvəlki idarəetmə forması inzibati forma ləğv edilir, prefekturalar yaradılır və bu prefekturaları idarə etmək üçün idarəetmədə dəyişiklik edilir və bundan başqa dövlət müşavirləri çağırılır. Dövlət müşavirləri vəzifəsi yaradılır. Müşavirlər kimlərdir? Müşavirlər Avropa təhsili almış, dünya görüşlü, gənc, enerjili, belə desək, şəxslər idi. Onlar Yaponiyanın idarə etməsində daha geniş formada iştirak edirlər. Hərbi islahatda bu idi ki, samuraylar var idi. Filmlərdə görürsünüz samuraylar. Samuraylar ordudan çıxarılır, onun yerinə belə desək, müddətli, normal, nizami ordu dəstələri yaradılır. İqtisadi sahədə vahid qanunlar qəbul edilir, ölkə arasında vahid pul qəbul edilir, yeni şirkətlər açılır, məsələn, Mitsubishi şirkəti və digər müxtəlif şirkətlər o dövrdə artıq fəaliyyətə Mitsubishi və digər müxtəlif şirkətlər artıq fəaliyyətə başlayır. Təhsil sahəsində isə uşaqlar, təhsil sahəsində o idi ki, yeni məktəblər yaradılır, uşaqların 6 yaşından etibarən məktəbə getməsi mütləq olur, ibtidai təhsil alması mütləq vacib hesab edilir. Deməli, 1894-1895-ci illərdə Yaponiya Çinlə müharibə edir və təbii ki, qalib gəlir. Bu müharibədə Koreyadakı şəriksiz ağalığını təmin edir. O cümlədən Çindən bir sıra iqtisadi, siyasi güzəştlər, hüquqlar əldə edir. Bir də məşhur Rus-Yapon müharibəsi var ki, Rus-Yapon müharibəsinin nəticəsi Rusiya üçün baha başa gəlir. Sonralar Rus inqilabı başlayır və digər proseslər. Rus-Yapon müharibəsi nəticəsində Tsushima dəniz döyüşü var orada. Ruslar Port Arthur qalasının uğrunda döyüş var. Yəni bu döyüşlərin birində Yaponlar qalib gəlir və ABŞ-ın Portsmouth şəhərində müqavilə bağlanır. Müqaviləyə əsasən Sakhalin adasının cənubu Yaponiyaya verilir,
Cənubi Manjuriya və Koreyada Rus Yaponların şəriksiz aralığı, şərtsiz aralığı tanınır. Saxalin adasının cənubu, bir də deməli Cənubi Manjuriya və Koreyada aralığını tanınır Yaponların. Bu qədər. Sonralar Yaponiya haqqında bir də biz keçəcəyik dünya müharibəsində. Yaponiya haqqında ən vacib şey demədik. 1889-cu ildə konstitusiya, onu yazmamışammış. 1889 konstitusiya. 89-cu ildə qəbul edilən konstitusiyaya əsasən Yaponiyada imperator hakimiyyəti saxlanılır. İmperator həm qanunverici, həm də icra edici hakimiyyət olur. Ancaq bütün vətəndaşlara söz, mətbuat və s. hüquqlar verilir. Yəni bütün əhaliyə hüquqlar da verilir, amma imperator da bütün o səlahiyyətlərini öz yerində saxlayır. Şimali Qafqaza baxsaq, uşaqlar, Rusiya bu dövrdə artıq bilirsiniz ki, Cənubi Qafqazı işğal etmək uğrunda mübarizəyə girişmişdi. Deməli, Gürcü Çarlığını özünə birləşdirmişdi 1783-cü ildə və istəyirdi ki, eyni zamanda Cənubi Qafqazı işğal etsin. Amma bundan ötürü Şimali Qafqazı ilk öncə tutmaq lazım idi. Şimali Qafqaz xalqları da mübarizə aparırdılar Rusiyaya qarşı. Bu mübarizənin başında dururdu Şeyx Mənsur. Şeyx Mənsur 1785-ci ildə Alda döyüşündə, Alda Aul, onlarda bildiyim qədər kənddir, Alda Aul deyirlər. Alda döyüşündə Şeyx Mənsur qalib gəlir. 87-ci ildə Rus-Türk müharibəsi baş verərkən Şimali Qafqaz xalqları sevinirlər ki, Rusların başı qarışacaq, biz müstəqil olacaqlar. Sonra Ruslar orada yığır, 89-cu il Kuban döyüşündə Şeyx Mənsur əsir götürülür və əsir götürüldükdən sonra vəfat edilir. Uşaqlar, mübarizə davam edir və Qafqaz müharibəsi adlanan müharibə 1817-dən 1864-cü ilə qədər. Bu Qafqaz müharibəsinin böyük tərkib hissəsi Şeyx Şamilin dövrüdür. 1834-1859-cu illərdə. Şeyx Şamil Şimali Qafqazda imamət dövləti yaratmışdı. İmamət elə dövlət deməkdir. Burada dövlət yaratmışdı, dini əsaslarla, şəriət qaydaları idarə olunan dövlət yaratmışdı. Şeyx Şamil deməli, bu dövləti özü, dövlət deyildi də, neysə də, indi Ruslara qarşı mübarizədə yaratmışdı. Xanlıq kimi. Özü idarə etmişdi. Lakin 1859-cu ildə bir döyüşdə mühasirəyə düşür. Döyüşdə yox, daha doğrusu olduqları yer Ruslar mühasirəyə alır. Artıq görür ki, mübarizə mənasızdır və Ruslara təslim olunur. Amma Şeyx Şamili aparırlar Rusiyaya, Çar ondan çox nəzakətli şəkildə görüşür, sarayda yaşayır hətta. Yəni sonra istəyir ki, o ömrünün sonuna yaxın istəyir həcc ziyarətinə getsin, onu göndərir Türkiyəyə, Osmanlıya daha doğrusu. Osmanlı sultanı onu qarşılayır, özü şəxsən adamlar təyin edir ki, onu həcc ziyarətinə aparsınlar. Qısacası həcc ziyarətinə gedir, orada vəfat edir. Həcc ziyarəti 74 yaşında vəfat edir. Yəni Şeyx Şamil uzun müddət ərzində 25 il Ruslara qarşı döyüşməsinə baxmayaraq, Ruslar ondan çox ömrünün sonuna qədər çox yaxşı formada yaşadırlar, istəklərini də həyata keçirirlər. Belə. 64-cü ildə isə nəhayət ki, Rusiya Şimali Qafqazın işğalını başa çatdırır. 64-də artıq Cənubi Qafqazı işğal etmişdi Rusiya. 1828 Türkmənçay ilə baş vermişdi. Cənubi Qafqazı işğal etmişdi. Şimali Qafqazda 1864-cü ildə işğalını başa çatdırır. Gördüyünüz kimi 2 dənə rahat, sadə mövzudur. Siz burada Yaponiyada mütləq diqqət edəcəksiniz konstitusiyaya və 1867-68-ci il inqilabına və təbii ki, bu iki